Hazırlaş, gedirik. Getdik. Gidik. Mədəniyyətin birinci Mingəçevirə gəldiyini buradan görə bilərsiniz. Keçin. 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 Mədəniyyətin doğulduğu yer Azərbaycan. Mingəçevir şəhəri. Elnaz'a dersen. Bu arada Elnaz mənim dostumdur. Biz Elnaz'la kollega İki il iş yoldaşı olmuşuq. olduq. Bəli, çiyin-çiyinə işləmişik. Döyüşmüşük, vuruşmuşuk xidmət sektorunda. Gömməyi qutardınsa kesə bilərəm görüntü arəfəzi. Şu şeydə qutarır da. 20 yanvarın axırıncı xanım izləyicilərimizə bir şey etiraf eləmək istəyirəm həqiqətən. Mingəçevirdən necə biz keçdik qadınlar mövzusu da mənə maraqlıdır, nəysə amma. Deyək? Deməyəcəklər. Məncə deyəcəklər. Deməyəcəklər. Hazırlaş, gedirik. Qaqa kimi danışdım, oranı kəsərsən. Sən deydin ki, Şahnaz. Şah. Xəyanət. Üzr istəyirəm. Və kiloqrama gəldik artıq. Şükür. Bizdən ancaq belə xarici mahnı. Əminəm, eşitibsən sən şey, ata səygahı. Ən xoşladığım idi. Zarafat istəyiz də. Kim alıb? Yəni, özümü almaq potensialım çox aşağıdır. Sən alsan? Abi, mən telefonum mənim anladım da, kim alacaq? Dəstgaha yenidən çaynik əlavə eləmək. Yenidən çaynikə. Aslında mən bilirəm ki, çox sadə bir sözdür, amma o qədər mürəkkəb ifadə edir ki, mən beynimdən. Kömür xanım nə müəlliməsi idi, Şahnaz? Dil ədəbi. Nə? Ay da, yenə də çaşdım. Çox qəşəkdir, çox sakitdir. Bu mikrofonu taxa bilərəm yaxavıza sizin zəhmət olmasa. Mən sizi xatırlayıram bir yerdən. Pələngin siz qrup yoldaşdırırsınız, mahnı oxuyan oğlan. Necəniz bayramımız mübarək olsun. Belə baxıram, siz həqiqətən çox maraqlı insan oxşuyorsunuz. Mən düşünürəm ki, sizdən çox qəşəng fikirlər gəlir. Demək, bloqer olmaq asandır. Sən qızıl balıqdan nə arzu gəldin? Bir dənə də yoxsa 3 dənə? Sən də bilir də işini, 3 dənə, narahat olma. Məncə bu qədər yaxşı bir şey deyil. İnan mənə yaxşı bir şey. Quşlara bax. Çox gözəllər. Ay da Oradan normal şərat qruplar. Aşağıya nə qədər olar? 10 manat. Bu gəmini, bu boyda gəmini çox böyükdür də yəni. Baxın da komfortuna. Nə qədər? Allah rəhmət etsin, bir biçim hiss elədim. Getdik. Çok qəşəngdir. Saatı qoluma taxdım, göyün üzünə baxdım. Mingəçevir turumuz çox qəşəngdir. Oyna bro. Ancaq xarici mahnı uşaqlar. İçindən. Mən sənə bir şey deyim. Xəyallarımıza üzmə öyrətmək lazımdır. Çünki xəyallarımız suya düşəndə üzməyi bilsin. Deyir, ömür boyu su haqqında oxuyaraq üzməyi öyrənə bilmərsən. O da düzdür. Bu nə mahnıdır? Ama bu nə qəşəngdir? Axıroşçu. Gəl bax. Bunun adı nə idincə dayı dedi? Nə? Bunun adı nə idi? Hal-hazırda biraz sərin, təbiətin iyi gəlir. İkidən fərqli olaraq hiss edirsən. İyi biraz hiss edir. Gençler indi şey bilmirlər. Bunlar o vaxtı 2-ci Dünya müharibəsindən sonra Sovet vaxtında əsir düşən almanların məzarlarıdır. Mənim həmişə arzum olubdu. Hindişkalar belə eləyəndə mən deyim. Qulu. Hə, çox sağ ol. Yalnız nə təbii? Şahınız kim? Ayda. Uşaqlar, Mingəçevirdə nə demək istəyirsiniz Bakıya? Gözəl gələcək arzulayıram uşaqlar. Uğurlar sizə həyatınızda. Sağ olun, bizdən müğayət olun. Şəhərdən ancaq bizi izləyirsiniz, daha qorxuruq sizdən. Hara gedirik, gəlirsiniz. Əziz Mingəçevir xalqı, bu qızı linç eləyir. Çünki o, şəhərin mərkəzində qoyulmuş səmənidən utanır. Karusellər və balaca uşaqlar üçün, ay çox sağ ol Şahnaz. Yəni belə, ay da yenə ki, Allah mənim, ay Allah, ay Elnaz, Allah haqqını sən tədbir et. Nəysə, Allah haqqı Şahnaz. Adamın sözünü vəsqəsi olmayandan ancaq belə maşınlarda otura bilirik. Şəmsün. Oya! Qaçdım! Gəlirəm, gözlə. Utandı deyil. Mən qonağam ya burada. Öyle. Çox pozlu uşağım. Yakalayamazsın. Qatıqlar var, çox qəşəng olur burada. Hansılar? Haydi, buranı Mingəçevirdə xanəcə göstərərsən. Bax, Elnaz. Bir dil ədəbiyyat müəlliməsinin daha doğrusu qızı olaraq sən bugün təqdim eləməlisən adlı heykəlini. Çox səliqəli düzübləri. Fikir versən bro. Gör, bizim bazarda mango belə var. Buna bax. Bandetta. Sağ olun. Tart. Bağlı.